İl 1961, məkan Suriya, siyasi və hərbi elitada hər kəsin etimadını qazanan bir şəxs Kamal Emin Sabit Suriyalı iş adamı kimi tanınırdı. Əslində isə adı Eli Cohen, milliyyəti Yahudi idi. İsrail casusların tanrısı adlandırdığı Cohen'i Suriyaya kəşfiyyatçı kimi göndərmişdi. Suriya rəsmilərini özünə o qədər inandırmışdı ki, Müdafiə Nazirinin müavini olmağa hazırlaşırdı. Lakin gözləmədiyi halda ifşa edildi və edam olundu. İsrail məhz bu casus sayəsində əldə etdiyi məlumatlarla Suriyanın Golan təpələrini 2 günə işğal etdi. Bugün də İsrailin Suriyaya nəzarət etməyə arzusu qalmaqdadır. Lakin bu dəfə heç nə o qədər də asan deyil. Qarşısında Türkiyə var. Günlərdir bəzi xarici media resurslarında ağla gəlməz iddialar dolaşır. İsrail və Türkiyə qırıcılarının Suriyada üz-üzə gəldiyi deyilir. Türkiyə və İsrail rəsmiləri bununla bağlı heç bir açıqlama vermir. Amma iki ölkənin gərginliyindən bütün dünya danışır. İsrailin baş naziri Benyamin Netanyahu bu həftə Bakıya gəlməli idi. Səfərin bir anda təxirə salınması Türkiyə ilə artan gərginlik iddialarını da gücləndirdi. Bəzi ekspertlərə görə hazırda İsrail meydanda tək qalıb. Yaxın müttəfiq Amerika Birləşmiş Ştatlarından son günlər zərbə üstünə zərbə alır. İranı vurmaq istədi, Trump Tehranla danışıqlara başladı. Türkiyənin üzərinə getmək istədi, Trump Ərdoğanı dost adlandırdı. Yəməndə Husilərə qarşı əməliyyata başladı, Trump Husiləri artıq vurmayacağıq dedi. İsrailin Türkiyə ilə gərginliyi fonunda Trump və Ərdoğan arasında baş tutan telefon danışığı isə olduqca maraqlı idi. Təhlillər belədir ki, indi Türkiyə Birləşmiş Ştatlara İsraildən çox lazımdır. Belə vəziyyətdə İsrailə Türkiyə ilə savaş lazımdırmı? Dünya ümid edir ki, yaxın şərqdə daha bir savaşa şahid olmayacaq. 1948-ci il İsrail Təl-Əvivdə oxunan müstəqillik bəyannaməsi ilə dövlət kimi varlığını elan etdi. Onun müstəqilliyini tanıyan ilk müsəlman ölkəsi isə Türkiyə oldu. İki ölkə arasında münasibətlər getdikcə dərinləşdi. Ölkələr siyasi, iqtisadi, hərbi tərəfdaşa çevrildilər. 20-ci əsrin ortalarında aralarında soyuq yellər əssə də, sonlarına doğru əlaqələr o qədər yaxşı idi ki, bu tarixi aralıq Türkiyə-İsrail münasibətlərinin balayı dövrü adlanırdı. 21-ci əsrdən etibarən iki dövlət arasında münasibətlər gərginləşməyə doğru getdi. İsrailin Qəzzanı hədəf alması Türkiyəni qəzəbləndirdi. Davos gərginliyi. Mr. Prime Minister, with apologies to Prime Minister Erdogan. 1 minute. Mavi Marmara hadisəsi. İsrail və Türkiyəni bir-birindən daha da uzaqlaşdırdı. Bir müddət sonra iki ölkə münasibətləri düzəltməyə çalışdı. Ərdoğan və Netanyahu görüşdü, səfirliklər bərpa edildi. Normallaşma prosesində Azərbaycanın böyük rolu olmuşdu. Lakin İsrailin Qəzzaya növbəti hücumu tərəflər arasında yenə qalın divarlar hördü. Netanyahu adını tarihe şimdiden Gazze kasabı olarak yazdırmıştır. Erdoğan antisemitizmi yayır. Nifrət ritorikasının lideridir. Bakı yenidən tərəflər arasında diyaloq yaratmaq istəyir. Bu dəfə səbəb daha dərindir. İsrail ilə Türkiyə bu dəfə həm də Suriya uğrunda üz-üzə gəlir. Bu isə tərəflər arasında savaş ehtimalını gündəmə gətirir. Netanyahu'nun bu həftə Azərbaycana planlaşdırılan səfərində məqsədin məhz bu gərginliyin müzakirəsi olduğu yazıldı. Hətta Netanyahu ilə Ərdoğanın Bakıda masaya otura biləcəyi iddia edildi. Lakin İsrailin baş nazirinin Bakıya səfəri baş tutmadı. Türkiyə Netanyahu'nun təyyarəsinin öz hava məkanından uçmasına icazə vermədi. Netanyahu Ərdoğan Bakıda görüşənməzlər. Niyə görüşənməzlər? Çünki ikisi arasında çox kəskin sərt münasibətlər var. Bir-birlərini ittiham edirlər. Nə qədər ki, ikisindən biri dəyişməyib hakimiyyətdə, onların görüşünü mən çətin təsəvvür edirəm. Düzdür, Azərbaycan Türkiyə ilə İsrail arasında müəyyən vasitəçilik təşəbbüslərlə çıxış edib. İsrail və Türkiyə ilə diplomatlar yenidən Bakıda görüşdülər.
Azərbaycanın məqsədi İsraillə Türkiyəni barışdırmaq deyil. Bu çox çətin vəzifədir. Azərbaycanın vasitəsi indiki şərait əsas məqsədi Suriyada İsraillə Türkiyə toqquşmasının qarşısının alınmasıdır. Bəs Türkiyə və İsrail Suriyadan nə istəyir? İsrail sanki Suriyada çox təəssüf müəyyən xaosda maraqlıdır. İndiki Suriyanın keçici hökumətinə təzyiq etməyə çalışır. Dəməşqin müxtəlif məntəqələrini bombalayır və deyir ki, druzları mən dəstəkləməliyəm. Bu da gərginliyi artırır və Suriyada Türkiyə-İsrail toqquşması ehtimalını artırır. Allah göstərməmiş, iki ölkənin hərbi təyyarələr bir-birinə yaxınlaşarlarsa, bir insident baş verərsə, bu iki dövlət arasında müharibəyə gətirib çıxara bilər. Azərbaycanda bunda heç maraqlı deyil. Bu heç Türkiyə və İsrailin də maraqlarına cavab verir. Amma Suriyada bu indiki vəziyyət həqiqətən belə bir toqquşma ehtimalını artırır. Əslində dialoqa ehtiyac var. İsraildə isə hesab edirlər ki, Tel-Əviv və Ankara mütləq birgə həll yolu tapmalıdır. İsrail ve Türkiye'nin ilişkileri zaten Gazze yüzünden hali hazırda oldukça gergindi. Bir de bunun üzerine Suriye üzerinde Türkiye'nin çok büyük oranda nüfuzunu arttırmasıyla bu gerginlik tavan yaptı. Bu iki ülke her ne kadar şu anda Suriye'de sürtüşseler de aklı selimin galip gelmesi gerekir. İsrail ve Türkiye'nin hiçbir şekilde çatışmaması gerekir. Bir şekilde orta yol bulunabileceğini düşünüyorum. Tel-Əviv və Ankaranı ortaq nöqtədə görüşməyə çalışdıranlardan biri də Azərbaycandır. Bakının hər iki güclə yaxşı münasibətləri dostlar arasındakı problemin həllinə zəmin yarada bilər. Üstəlik Azərbaycan Suriyada sabitlikdə maraqlıdır. Azərbaycan prezidenti İlham Əliyev Antalya diplomatik forumunda Suriyanın keçici hökumətinin rəhbəri Ayşar ilə görüşdü. Bizim Suriyada da artıq iqtisadi maraqlarımız var. Bu baxımdan bəli, bölgədə sülh və əmin-amanlıq, sabitlik, əməkdaşlıq Azərbaycan həyati maraqlarıdır. Bu baxımdan Azərbaycan bu vasitəçi kimi çıxış edir. Yenə də təkrar, əlbəttə iki antagonist dövləti, Türkiyə və İsraili barışdırmaq çox çətindir. Elə bir məqsəd yoxdur. Amerika da bunu bacarmır. Amma heç olmasa Azərbaycan ona çalışır ki, müttəfiqi ilə tərəfdaş dövlət toqquşmasın. Yaranan vəziyyətdə Amerika Birləşmiş Ştatlarının tutduğu mövqe də maraq doğurur. Hazırda Tel-Əvivin, Vaşinqtonun, xüsusən də Trumpın dəstəyi olmadan Türkiyə ilə dialoqa nail olması çətin görünür. Lakin iddialara görə Netanyahunun Trumpı qıcıqlandıran addımları Amerika prezidentinin İsrailə yardım fikrini dəyişib. Amerika'nın Suriye'de yatırım yapabilme olasılığından ötürü Trump'ın bir şekilde Türkiye konusunda siyasetini yumuşattığını, işte o sebepten ötürü gördüğümüz kadarıyla Cumhurbaşkanı Erdoğan'ın yakın dostu olarak bile nitelediğini görüyoruz. Ancak aynı Trump'ın bir önceki dönemde yine aynı Türkiye'ye, aynı Erdoğan'a karşı yaptırım uygulamış olan bir Amerikan başkanı olduğunu da unutmamak gerekir diye düşünüyorum. Türkiyə və İsrail arasında ölkə rəhbərləri səviyyəsində olmasa da dialoq gözlənilir. Lakin siyasətdə küləyin hansı yöndən əsəcəyini proqnozlaşdırmaq çətindir. İki ölkə münasibətlərinin gələcək taleyi hələ də böyük sual altındadır.